Ulan qəşəkli görünür də. 10 saniye var. Kalkmışsam baba da. Sarılı. Sefazı. Sağlamlıqla bağlı suallarınıza dərhal cavab tapmaq istəyirsiniz? Ən yaxşı həkimləri sizin üçün əl çatan edəcək. Sadəcə radio diaqnoza qoşulun və canlı efirdə ilkin diaqnozu bizdən eşidin. Həftə içi 5 gün saat 19:00-da Radio Space 104 FM-də Amil Hacıyevin təqdimatında dinləyə bilərsiniz. Radio diaqnoz, unutmayın, düzgün diaqnoz doğru həkimi tapmaqdan başlayır. Akşamınız xeyir olsun Radio Space dinləyiciləri. Bəli, eşitdiniz. Doğru diaqnoz, doğru həkimi tapmaqdan keçir. Biz də öz sahəsinin ən peşəkar həkimlərini studiyamıza dəvət edirik. Real diaqnoz olaraq devizimiz budur. Biz daim çalışırıq ki, öz sahəsi üzrə ali təhsil almış, Səhiyyə Nazirliyinin müvafiq sertifikasiya imtahanından keçmiş və sertifikatı olan həkimləri dəvət edək. Bugün də belə bir həkimlərindən birini studiyamıza dəvət etmişik. Öz sahəsinin peşəkarı İlahə xanım Aslanova, audiolog bizim qonağımızdır. Doktor, axşamınız xeyir. Salam, hər vaxtınız xeyir olsun. Mən də bütün dinləyiciləri salamlayıram. Dəvətiniz üçün də sizə təşəkkür edirəm. Çox sağ olun, minnətlər. Doktor, qeyd edim ki, doktorumuz Harmony Health Hospital'da fəaliyyət göstərir. Harmony Health Hospital həm də bizim tərəfdaşımızdır. Yanında göstərdiyi dəstəyə görə bu Sağlıq Ocağının həm rəhbərliyinə, həm kollektivinə təşəkkür edirik. Harmony Health Hospital tibbin yüksək keyfiyyət və etibarlıq standartlarını tətbiq etmək məqsədi ilə fəaliyyət göstərir. Hospital müasir infrastrukturu və beynəlxalq səviyyədə tanınan texnologiyaları ilə hər bir pasiyentə xüsusi diqqət ayırır. Bura peşəkar həkimləri ilə diaqnostikadan müalicəyə, reabilitasiyadan profilaktik tədbirlərə qədər hər mərhələdə yüksək xidmət göstərməyə hazır səhiyyə ocağıdır. Klinikada hər yaş qrupundan olan pasiyentlər üçün fərdi yanaşma təmin edilir, onların sağlamlığına uzun müddətli dəstək göstərilir. Xidmətin keyfiyyətini daim inkişaf etdirmək və daha geniş spektrdə xidmətlər təklif etmək əsas məqsəddir. Sağlamlıqda etibarlı tərəfdaş olmaq üçün siz də Harmony Health Hospitala dəvətlisiniz. Hospital İslahatın Əsgərova 147 ünvanında fəaliyyət göstərir. 010-464-55-55, 012-464-55-55 nömrələridir. Buyurub bu nömrələrə zəng edib müayinə və müalicə üçün peşəkar həkimlərə müraciət edə bilərsiniz. Əgər İlahə xanıma, audiolog doktorumuza sualınız varsa, WhatsApp vasitəsilə 072-800-0104 nömrəsinə yaza bilərsiniz. Yox, birbaşa sual vermək istəyirsə, buyurub studiyamıza zəng edə bilərsiniz. 012-510-32-78 WhatsApp nömrəmizi bir daha xatırladım. 077-800-0104. Doktor, ümumiyyətlə bu sahə çoxdan var Azərbaycanda. Amma müasir texnikanın və tibbin inkişafı ilə indi daha da inkişaf etməkdədir. Ümumiyyətlə, audiologiya nədir? Bunun haqqında bir məlumat verək. Tamam istəyirəm ki, ətraflı şəkildə danışım ki, hər kəs üçün dinləyənlərə aydın olsun. Audiologiya audio ilə eşitmək sözündən götürülmüşdür. Audiologiyanın tarixi əslində çox da qədim deyil. İlk dəfə olaraq 1940-cı ildə audiologiya, 46-cı ildə audiolog termini professional istifadəyə verilmişdi. Audiologlar əski mütəxəssis olan kimlərdir? Audiologlar eşitmə və balans pozğunluğundan araşdıran, diaqnostikası ilə müalicə yönləndirən və mütəxəssislərdir. Mən də artıq 10 ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərirəm və Türkiyədə ixtisaslaşaraq ən yüksək səviyyədə bu müayinə və diaqnostika metodlarını öyrənmişəm və hal-hazırda öz klinikamızda da yüksək standartlara cavab verən audioloji mərkəzimiz var. Hansı ki, bu mərkəzdə yeni doğulma dönəmindən başlayaraq bütün yaş qrupunda olan şəxslərin eşitmə azlığının diaqnostikası aparılır. Doktor, eşitmə azlığı, yəqin ki, hər bir xəstəliyin olduğu kimi bunun da bir növləri var. Eşitmə azlığın hansı növləri var, nədən yaranır və diaqnostikası necə olur? Tamam. Deməli, eşitmə azlığının özünün bir neçə növü vardır. Konduktiv eşitmə azlığı,
sensornevral tip eşitmə azlığı, bir də qarışıq tip eşitmə azlığı. Bununla yanaşı psixogen mənşəli eşitmə azlıqları da vardır. Konduktiv tip eşitmə azlıqları xarici və orta qulaqda olan hər hansı bir problemlər nəticəsində meydana çıxır və səsin konduksiyasının, yəni ötürülməsinin pozulduğu nəticəsində yaranan eşitmə azlıqlarıdır. Belə bir eşitmə azlığı diaqnozu qoyulursa əgər, onların deməli ya müalicə yolu ilə, ya operativ yolu aradan qaldırmaq mümkün olur. Sensornevral tip eşitmə azlıqları isə birbaşa eşitmə siniri və daxili qulaqla əlaqəli olub bir çox hallarda, yəni geri dönən proses olmur və bunun müalicəsi olmur. Yalnız reabilitasiya məqsədi ilə eşitmə cihazının istifadəsi və bəzi hallarda isə koklear implantasiya əməliyyatına yönləndirmək məsləhət görülür. Bir də qarışıq tip eşitmə azlıqları vardır. Burada isə prosesdə həm deməli orta qulaq, yanaşı olaraq daxili qulağında zədələnməsi olur və bir sıra hallarda müəyyən qədər belə xəstələrdə əməliyyat vasitəsilə kömək eləmək olur. Eşitmə azlığının psixogen mənşəli növü olanda isə bəzən belə insanlarda psixoloji problem olur, onlar eşitmədiklərini düşünürlər, ancaq müayinələr zamanı onlarda normal eşitmə aşkarlanır, ancaq psixoloji tərəfdən problemlər olduğu üçün tam eşitməmiş kimi özlərini apararaq cəmiyyətdə belə bir deməli özlərini təqdim etmiş olurlar. Əgər digər bir təsnifat olaraq bölmüş olsaq, andan gəlmə və qazanılma olaraq da biz onu qəbul edə bilərik. Andan gəlmə eşitmə azlıqları bir sıra hallarda, yəni genetik, sindromik ola bilərlər. Qazanılma eşitmə azlıqları isə, yəni doğularkən tam normal eşitməklə doğulub, sonradan müəyyən yaş dönəmlərində yaranan problemlərdən yaranan eşitmə azlıqlarıdır. Doktor, bu eşitmə azlığını, yəni bu eşitmə testləri yəqin ki olunur. Bunun bir yaş fərqi varmı? Kimlər mütləq buna cəlb olunur? Neçə yaşda və minimum neçə yaşda başlanır? Maksimum neçə yaşa qədər keçirilir? Və təbii ki, istəyirəm doktor, bunun keçirilmə ardıcıllığı varmı? Neçə vaxtda müddətdən bir keçirilməli? Hansı müayinələr olmalıdır? Bəli. Əslində günümüzdə çox şükürlər olsun ki, yeni doğulan dönəmdən ilk gündən etibarən testlərimiz mövcuddur ki, bu testlər vasitəsilə biz eşitmə azlığının diaqnostikasına aparaq. Eşitmə problemi görünən problem olmadığı üçün eşitmə azlığının diaqnostikası üçün mütləqdir ki, obyektiv müayinə metodu olsun. Yəni doğulma dönəmini nəzərdə tuturam. Ona görə də əksər xəstəxanalarda sığorta sistemi inkişaf etdiyi bütün dünya ölkələrində əslində doğumun 3-cü günündə bu eşitmə skrinинgi aparmaq tövsiyə olunur bu yeni doğulanlarda. Bu məqsədlə otoakustik emissiya testi, bir də skrining ABR testi aparılır. Hər iki test də obyektiv testi, ağrısız testi qısa müddət ərzində aparılır və çox düşük maliyyəti vardır. Ona görə bütün uşaqların, yəni yeni doğmuşların bu prosesə cəlb olunmağını mən vacib hesab edirəm. Əgər bu testlər nəticəsində biz məsələn testdən keçmədi olaraq qiymətləndiriksə, hər hansı bir pasiyenti, məsələn 3 günlük yeni doğulmuşu, biz 2 həftə sonra təkrar bu testə çağırırıq. Əgər 2 dəfə neqativ cavab alırıqsa, 3-cü dəfədə hətta 2 həftə sonra təkrar test edilməsini tövsiyə edirik. Əgər 3 neqativ cavab olarsa, biz artıq iləri testlər üçün növbəti həftələrdə onları dəvət edirik və daha doğrusu 6 ayında klinik ABR testinin aparılmağı deməli məqsədə uyğun hesab olunur. Klinik ABR testi isə 6 aydan etibarən uşaqlarda artıq yəni eşitmə yolunun sinirmiyonizasiya prosesi başa çatmış olur. Ona görə də körpələrdəki eşitmə yolu böyüklərlə eyni olduğu üçün artıq biz rahat şəkildə bu testi icra edə bilirik. Əgər bu dönəmi atlatırıqsa, məsələn, deməli ola bilər ki, uşaq bizə biraz gec müraciət elədi. Belə olan halda biz məsələn 2 yaş yarımdan 5 yaşa qədər olan uşaqlarda oyun audiometriyası aparırıq. Oyun audiometriyası nədir? Bu da subyektiv bir testdir. Qulaqlıq taxılır uşağa. Qulaqlıq taxılaraq fərqli şiddətə və tezliyə malik olan səslər göndərilir və bunun nəticəsində uşaqla sanki bir oyun qururuq ki, məsələn, sənin qulağına səs gələndə götür bu kubu kubun üstünə qoy və yaxud da topu vedrəyə at. Belə şəkildə oyun quraraq sanki biz bu müayinəni ona oyun kimi təqdim edirik və müayinə nəticəsində əgər müayinəni düzgün apara biləriksə, yəni uşaq bizə tabe olarsa, bunun nəticəsində biz eşitmə azlığının tipini və dərəcəsini yekun olaraq qiymətləndirə bilirik. Bunu adətən psixomotor cəhətdən normal inkişaf edən uşaqlarda apara bilirik. 5 yaşdan böyük olan bütün şəxs qruplarında isə artıq saf səs audiometriyası aparılır. Saf səs audiometriyası da yenə
saf səslərdən istifadə etməklə qulaqlıq taxılır. Yenə fərqli şiddətdə və səsə tezliyə malik olan səslər göndərilir və bu müayinə nəticəsində biz həm hava yolunu, həm sümük yolunu dəyərləndirərək eşitmə azlığının tipini və dərəcəsini təyin eləmiş oluruq. Sonra eşitmə azlığının diaqnostikasında istifadə etdiyimiz müayinələrdən biri də timponometriya müayinəsidir. Timponometriya da orta qulaq müayinəsi, yəni orta qulaq təzyiqinin ölçümünə əsaslanır və daha çox orta qulaq problemlərində bizim deməli köməkçimiz olur və orta qulaq haqqında bizə tam ətraflı məlumat verir və bu zaman həm də təzyiqin ölçümünə yanaşı akustik reflekslərini təyinə apararaq biz eşitmə azlığının növünü təyin edə bilirik. Bera testi haqqında istəyirəm məlumat verim sizə. Ümumiyyətlə Bera testi nədir? Bera testi qulaqdan eşitmə mərkəzinə qədər, beyin qabığına qədər olan bütün eşitmə yolunu dəyərləndirmədə istifadə olunan obyektiv müayinə metodudur. Dərin yuxu şəraitində aparılır bu test və bunu biz həm təbii yuxuda, həm sedasiyon yuxu ilə apara bilərik. O uşaqlar ki, məsələn, rahat yatırlar, biz onlara toxunanda ayılmırlar, biz rahat şəkildə onları təbii yuxuda icra edə bilirik bu testi. Yox, o uşaqlar ki, narahat olurlar, biz venadaxil sedasiya edərək anestezoloqun iştirakı ilə uşaqlar yatsıdırılır və biz bu testi icra edirik və testin nəticəsində uşağın eşitməyi haqqında məlumat veririk. Bəzən sual yaranır ki, Bera testi ancaq uşaqlar üçündürmü? Xeyr, Bera testi həm də böyüklərə də tətbiq eləmək olar. Bəzi hallarda autizmli uşaqlar və yaxud da ki, böyüklər, spektr pozğunluğu olan böyüklər, əqli problemi olan, zehni problemi olan, müxtəlif sindromlu şəxslər olur ki, hər yaş qrupunda biz onlarda Bera testi icra eləyə bilirik və yaxud da bəzən olur ki, əsgər çağırışçılar içərisində və yaxud da təqaüd üçün əlillik alan şəxslərdə simulyasiyalar olur. Onlar yalandan audiometriyada fərqli simulyasiya edərək eşitməmiş kimi özlərini təqdim edirlər. Bu prosesdə bizə Bera testi çox köməyimizə çatır ki, biz artıq Bera testi icra eləyərək, əgər onlar yalan şəkildə təqdim ediblərsə, o yalanı ortaya çıxara bilirik və dəqiq şəkildə eşitmə haqqında məlumat verə bilirik. Eşitmə azlığından danışarkən vacib qeyd eləməliyəm ki, hansı uşaqlar, yəni doğulmuşlar mütləq şəkildə eşitmə testinə cəlb olunmalıdır. Bu çox vacib amildir. Yəni, əgər bütün uşaqların bu prosesə cəlb olunmağı mümkün olmadığı hallarda biz neonatoloqlarla, nevropatoloqlarla belə söhbətlər aparırıq və hansı uşaqların birbaşa mütləq şəkildə testə cəlb olmalı olduqlarını deyirik. Çəkisi 1500 qramdan az doğulan, vaxtına əvvəl doğulan uşaqlar, sonra patoloji sarılığı olan, çünki sərbəst bilirubin yüksək səviyyədə olmağı ototoksik təsir göstərərək tamkarlığa qədər eşitmə azlığına gətirib çıxara bilir. Valideynlərin birində və yaxud da hər ikisində eşitmə azlığı varsa, mütləq bunlar prosesə cəlb olmalıdır. Hamiləlik dönəmində anada torç infeksiyalar dediyimiz toksoplazma, rubella, stomatovirus, herpes kimi infeksiyalar varsa, belə uşaqlar mütləq prosesə cəlb olmalı və eşitmə testindən keçməlidir. Yəni bunlar sırf eşitmə itkisi üzrə risk qrupuna aid olan uşaqlardır və testə cəlb olmaqları mütləq hesab edilir. Doktor, ümumiyyətlə bu eşitmədə irsiyyət problemi rol oynayırdı. Bəli, irsiyyətin də çox böyük rolu vardı. Azərbaycanda təəssüflər olsun ki, qanun qəbul olmağına baxmayaraq, indiyə qədər də olsa və yaxud da hal-hazırda da dini nikahla qohum evliliklərinə biz tez-tez rast gəlirik və o ailələrdən doğulan uşaqlar təbii ki, bizə müraciət eləyirlər deyə mənim praktikamda həddən artıq say olaraq çoxdur ki, qohum evliliyindən doğulan uşaqlarda bu proses, yəni bu eşitmə itkisi daha çox rast gəlinir. Xala oğlu, xala qızı, əmi uşaqları və yaxud da bibi oğlu, dayı qızı, dayı oğlu, bibi qızı bu evliliklərdən doğulan uşaqlarda, yəni mənim praktikamda, təcrübəmdə daha çox olubdur eşitmə itkisi ilə. Bu ola bilər orta dərəcə eşitmə azlığından tutmuş tamkarlığa qədər aşkarlansın. Bunu da regionlarda daha çox olduğu üçün bəzən testə də çox gec gəlirlər. Çünki bizdə bilirsiniz də, yəni regionlarda bu test hal-hazırda aparılmır. Gərək onu kimsə yönləndirsin ki, yəni vacibliyini ona görə yəni mərkəzə gətirsinlər. Amma o halda ki, uşaq artıq danışmır, bir yaşını keçir və uşaqda heç bir söz ehtiyatı yoxdur, adına reaksiya vermir. Belə olan halda bir çox ailələrdə yəni şübhələnirlər və o şəkildə yönləndirilmiş olurlar və yaxud da ki, nevropatoloqlara müraciət edirlər ki, uşaq danışmır
və savadlı, təcrübəli nevropatoloqlar da bilirlər ki, yəni nit ləngiməsi varsa, protokolun başında mütləqdir ki, eşitmə testi durur. Yəni bu eşitmə testi icra olunmalı. Birinci növbədə uşağın eşidib eşitmədiyinə əmin olunmalı və nitqin onunla bağlı olub-olmadığını araşdırmaq lazım gəlir. Çox sağ olun ətraflı cavaba görə doktor. Qeyd edim ki, qonağımız audioloq doktor İlahə Aslanovadır. İlahə doktor Harmony Health Hospitalda fəaliyyət göstərir. Harmony Health Hospital Serafin Əsgərova 147 ünvanındadır. Telefon nömrələrini xatırladım. 010 464 55 55 012 464 55 55'dir. Eyni zamanda doktorumuza əgər suallarınız varsa buyurub qaynar xətt vasitəsilə WhatsApp üzərindən yaza bilərsiniz. 077 800 0104 və ya birbaşa zəng etmək istəyirsinizsə 012 510 32 78 nömrəsi vasitəsilə doktorumuza suallarınızı ünvanlaya bilərsiniz. Space 104 FM'də bir reklam aramız var. Ondan sonra devam edəcəyik. Ümid mağazalarından muhteşem indirim. Neon kombi 54 kilo. Şimdi Amir Bey şeydir, 569 var. reklamdan qaydanda bir dənə doktorum hospitalı təqdim edeyim, mən çəkim. Olar. Oradan ne? Elon ilerleyelim. Özüm geldim. Yine daha tahmin kaydında düşebiliriz. İkinci falan. Kış gelir, pencereleriniz Alman malı. Şoko Plastik, Ünvan, Atatürk Prospekti 118A, Aral Plaza, telefon 050 590 98 00. Evans Group təqdim edir. 2026'nın en büyük yeni şovusu yalnız Sakbir Saray'da. Yalnız bu gece sahne ulduzlarla, gece unudulmaz anlarla dolacak. Bu gece sizinle Samir Piriyev, Sevda Yahyayeva, Resul Efendi, Naldavan Habibi, Ceyhun Zeynalı, Namik Karaçkurlu, Amine Şirin, DJ Veli Ceynara, Respublikanın emektar artisti Adalet Şükürov, ülkenin esas ulduzu, Respublikanın xalq artisti Rüya Ayxan, aparıcı Cavit Gül, informasiya dəstəyi Space TV, Space Radio, əlaqə 050 416 96 96. Mətbəxinizdə xaos hökm sürür, yeniləmək vaxtıdır. LG-nin quraşdırılan texnikası, zərif dizaynı, ağıllı idarə etməsi və sağlam bişirmə imkanları ilə həyat tərzinizə mükəmməl uyğunlaşır. LG, zövqünüzə uyğun, ağıllı mətbəx. Bir gün yok, her zaman süper kıymetler. Tam Store Marketler şebekesinde 12-25 liraya tariflerinde. Kral Atatürk için kalmasa 9 manat 98 getdik. 500 gram 3 lira vetap indirim 4 manat 34 getdik. 1 litre Atenası 2 manat 24 getdik olacak. Ben bu çəkəcəm Ben məlumat okuyacağım. Onu da çekebilirsin. Tamam. Onu doktor paylaşmak istiyor. Tamam. Ev sistemi, fitness zalı, konserj xidməti, 7-24 təhlükəsizlik, dənizə və Akşehir mimarlığı, ecazkar mənzərə, 3W rafıllıqda az və 050 288 49 19. Bir pas olmuş. Geçip bağlı. Heç bonusumuz var. Çıkış var sonra patlar. Geldim.
2 bonusumuz qalıb da. Üçüncüdə ses sərxazı çalacaq. Sən ikincidə bizi, üçüncüdə Sərxanı. Keçən dəfəki. Ha. Hələ bugün vapşı mən bir dənə Space Rider şeydə canlı. reklamları dinlediniz. Fab'dan şok indirimler. Fab demir yapıştırıcısı. 7 manat Ramos. değil, 6 manat 30 qəpik. Fab faydasını alanlar bilər. Məhsulu bütün inşaat mağazalarından ala bilərsiniz. Sağlamlığın üçün elindən gələni et. 012 510 32 78 nömrəsini yığ və sualını həkimə ver. Bir daha akşamınız xeyir olsun. Bakı'nın tıkaclı bir gününde 104 FM sevilen radyoda real olarak sizi hekimlerle üzbeüz olmasa da sizin oturduğunuz avtomobile getiririk. Belə deyək, ses vasıtasıyla, audio vasıtasıyla. Çünkü elə mövzumuz da budur. Qonağımız audiolog doktor İlahə Aslanovadır. Doktorumuz Harmony Health Hospital'da fəaliyyət göstərir. Harmony Health Hospital həm də bizim yayının tərəfdaşıdır. Harmony Health Hospital tibbin yüksək keyfiyyət və etibarlı standartlarını tətbiq etmək məqsədi ilə fəaliyyət göstərir. Hospital müasir infrastrukturu və beynəlxalq səviyyədə tanınan texnologiyaları ilə hər bir pasiyentə xüsusi diqqət ayırır. Bura peşəkar həkimləri ilə diaqnostikadan müalicəyə, reabilitasiyadan profilaktik tədbirlərə qədər hər mərhələdə yüksək xidmət göstərməyə hazır müasir səhiyyə ocağıdır. Klinikada hər yaş qrupundan olan pasiyentlər üçün fərdi yanaşma təmin edilir. Onların sağlamlığına uzun müddətli dəstək göstərilir. Xidmətin keyfiyyətini daim inkişaf etdirmək və daha geniş spektrli xidmətlər təklif etmək əsas məqsəddir. Sağlamlıqda etibarlı tərəfdaş olmaq üçün siz də Harmony Health Hospitala dəvətlisiniz. 010 464 55 55 012 464 55 55 telefon nömrələridir. Klinika Salatın Əskərova 147 ünvanında fəaliyyət göstərir. Doktorumuza sualınız varsa buyurub WhatsApp üzərindən yaza bilərsiniz. 077 800 01 04 bizim WhatsApp nömrəmizdir və ya 012 510 32 78 nömrəsi vasitəsilə studiyamıza zəng edə bilərsiniz. Doktor, biz danışırıq hazırda eşitməni yoxlamaqdan. Bu testlərdə müəyyənləşirmi ki, bu eşitmə itkisi daimidir, yoxsa müvəqqəti xarakter daşıyır? Yəni bunu testlərlə, Eşitmə skrininglər... növlərinə uyğun olaraq biz pasiyentə məlumat verə bilirik. Bəzi hallarda, məsələn, bizə uşaq gec müraciət eləmiş olarsa, 5 yaşında, 6 yaşında uşağa artıq sensorinvaziv tip eşitmə azlığı diaqnozu qoyulubsa və əvvəl heç vaxt testdən keçməyibsə, biz ona tam %100 deyə bilmirik ki, bu anadan gəlmə belədir ya sonradan qazanılma. Çünki əlimizdə bundan öncəki test olmur və hazır ki, yəni həminki dönəmə uyğun olaraq biz məlumat veririk. Amma konduktiv tip eşitmə azlıqları ki var, bayaq məlumat verdim ki, xarici qulaq və orta qulaq problemlərindən qaynaqlanır. Məsələn, ola bilər ki, xarici qulaqda bəzən olur da probka deyirik, tıxac yaranmış olur, o biraz problem yarada bilir səsin ötürülməyinə və ya xarici qulaq keçəcəyində hər hansı bir şiş ola bilər, poliplər ola bilər, xarici qulaq, orta qulaq pərdəsinin zədələnməsi ola bilər, orta qulaq iltihabları, otit deyirik, onlar ola bilər. O vaxtı yaranan konduktiv eşitmə azlıqlarını müalicə vasitəsinə və yaxud da bəzən lazım gəlsə cərrahi əməliyyat vasitəsinə aradan qaldıra bilirik. Ancaq sensorinvaziv tip eşitmə azlığı diaqnozu qoyulubsa, yəni bunun yeganə yolu ya eşitmə cihazının istifadəsi və yaxud da ki, əgər 5 yaşa qədər aşkarlanıbsa və anadan gəlmə olaraq çox ağır dərəcə eşitmə azlığı varsa, onlarda ancaq koklear implantasiya əməliyyatı məsləhət görülür. Ümumiyyətlə, bu duyğu orqanları içərisində eşitmə duyğusu çox önəmli rol oynayır, yəni nitq inkişafında. Immanuel Kantın belə bir fikri var ki, deyir, görməmək insanları əşyalardan, eşitməmək isə insanları insanlardan ayırır. Çünki eşitmə insanların ünsiyyət qurması üçün ətraf aləmdə yəni çox böyük rola malikdir. Ona görə də əgər uşaq anadan gəlmə olaraq kar və yaxud da ki, eşitmə azlığına doğulursa, o nitq inkişafına ciddi şəkildə təsir eləmiş olur. Yəni bu nitq inkişaf mərhələlərinə görə də eşitmə azlığını biz sinifləndiririk. Prelingual dövrdə, yəni nitq inkişafı yaranana qədər 0 günündən, yəni ilk doğulma günündən 2 yaşa qədər olan dönəmdir. Əgər perilingual dövrdə 2-4 yaş
yaş arasında eşitmə itkisi baş verərsə, bu da deməli nitqin ləngiməsinə və yaxud da heç inkişaf etməməsinə gətirib çıxara bilər. 4 yaşdan sonra əgər bu eşitmə itkisi yaranıbsa, ona postlingual dövr deyirik. Bu dönəmdə az da olsa artıq uşaqda söz ehtiyatı olmuş olur və belə uşaqlarda sadəcə söz ehtiyatını artıra bilmirlər və yaranmış eşitmə itkisi bu şəkildə onlara deməli təsir etmiş olur. Bu yeni doğulma dönəmində obyektiv testlərin önəmini bir daha vurğulamaq istəyirəm ki, yaxşı olar ki, doğulan hər uşaq rutin müayinələrdə necə ki, ekokardioqrafiya, neyrosonografiya, bu çanaq UZI kimi müayinələrə göndərirlər tez-tez pediatrlar və yaxşı olar ki, eşitmə testinə də yönləndirsinlər və 2-3 günündə artıq bu test icra olunaraq uşaqın anadan gəlmə tam normal eşitdiyi və yaxud da eşitmə problemi olduğunu aşkarlamaq mümkün olur. Yəni belə bir rahat, ucuz test əlimizdə varkən biz oturub uşağın dili açmağını gözləmək və yaxud da biraz daha böyüyərkən onun səslə reaksiyasını izləməkdənsə biz daha asan yolu seçərək, yəni tam rahat şəkildə əmin olaraq bu obyektiv testi icra edə bilərik. Ümumiyyətlə, bəzən olur ki, uşaqda yüngül və yaxud da ki, orta dərəcə eşitmə azlığı var. Belə uşaqlarda, yəni tamkarlıq olmadığı üçün bəzən aşkarlamamış qalırlar ki, bunu da el arasında biraz şirin danışır, hansısa hərflər düzgün ifadə eləmir kimi qəbul eləyirlər. Ona görə zaman keçir, məktəb dönəmi çatır, məktəbdə artıq müəllim hiss eləməyə başlayır ki, uşaq məsələn hansısa sözləri qaçırmış olur və yaxud da ifadə eləyəndə düzgün ifadə eləmir və yaxud da imla yazarkən məsələn müəllim dediyi sözləri səhv anlayır, eşitdiyi kimi deməli qeyd eləmiş olur. Belə olanda tez-tez olub ki, yəni məktəbdə müəllimənin məsələn valideyni istiqamət verməsi ilə gətiriblər ki, məhz müəllimə elə hesab edir ki, bu uşaq eşitmir, amma mən indiyə kimi belə bir şey hiss eləməmişəm. Dediyim kimi onlarda yüngül və orta dərəcə olduğu üçün valideynlər tam da hiss eləyə bilmirlər. Ancaq nitqində olan bəzi r, ş, s, t bu hərflərin qüsurlarına görə müəllim şübhələnir, yönləndirir və o şübhələr də doğru çıxır ki, onlarda müəyyən qədər eşitmə azlığı və tipi və dərəcəsinin təyin olundan sonra biz onlara yol göstəririk ki, neynəsinlər. Əgər orta ağır dərəcə eşitmə azlığı aşkarlayırıqsa mütləq şəkildə eşitmə cihazının təyini tövsiyə olunur. Daha ağır və çox ağır dərəcə eşitmə azlıqlarında isə istiqamət bir başqa olmuş olur. Doktor, bayaq bir məsələyə toxundunuz, koklear implantasiya. Bəli. Yəni, bu nədir? Bunun haqqında bir məlumat istəyirəm sizdən. Koklear implantasiya əməliyyatı günümüzün möcüzəsi adlandırıram mən. Həqiqətən də əgər uşaq tamkar doğulubsa və vaxtında diaqnostika icra edilibsə və uşağa hər iki qulağa da çox ağır dərəcə sezonevral tip eşitmə azlığı diaqnozu qoyulubsa və cihazdan fayda görmürsə, belə uşaqlar mütləq şəkildə koklear implantasiya əməliyyatına cəlb olunurlar. Koklear implantasiya əməliyyatı vaxtı elektrodlar birbaşa daxili qulağa yerləşdirilir. Daxili qulaqda ilbiz deyilən bir anatomik orqan var, onun qıvrımları var, iki yarım qıvrımı var. Elektrod həmin nahiyəyə yerləşdirilir və deməli səs qəbul olunaraq birbaşa eşitmə sinirini qıcıqlandırmış olur və bunun üçün də bizə mütləq koklear implant əməliyyatına uşağı salmadan öncə mütləq beta testi icra olunmalıdır ki, əmin olaq ki, hər iki qulaqda həqiqətən də eşitmə azlığı var çox ağır dərəcədə və temporal nahiyyə, yəni gicgah nahiyəsinin KT və MRT müayinələri aparılır. Yəni temporal KT müayinəsi vaxtı biz daxili qulağın salamat olduğuna əmin olmalıyıq ki, bu elektrodu yerləşdirərkən düzgün yerləşdirilsin. Bunu biz cərrahi məlumat üçün müayinəni aparırıq. Bir də ki, temporal MRT müayinəsində isə akustik kanalın və eşitmə sinirinin düzgün inkişaf edib etmədiyinə əmin olmalıyıq. Çünki biz əgər elektrodu daxili qulağa yerləşdirəriksə, eşitmə siniri inkişaf etməyibsə və yaxud akustik kanalda darlıq varsa, o sinir vasitəsilə rahat şəkildə ötürülmə olmadığı üçün, yəni koklear implant əməliyyatı fayda verməyə bilər. Ona görə koklear implant əməliyyatına namizəd seçimi özü böyük bir mərhələdir, vacib və məsuliyyətli bir işdir. Bu prosesdə mütləqdir ki, həm cərrah, audioloq, radioloq, loqoped, psixoloq birgə iştirak eləsinlər. Çünki koklear implant əməliyyatına girən uşaqda həm ailə dəstəyi önəmlidir, ailə seçimi önəmlidir. Yanaşı olaraq da onun psixomotor cəhətdən tam normal inkişaf etmiş olması gərəklidir ki, bu cihazı istifadə, yəni koklear implant əməliyyatından sonra rahat şəkildə loqopedlə, psixoloqla məşğul ola bilsin ki, nitq inkişafına kömək eləmiş olsun. Yəqin sual yaranacaq ki, neçə yaşında icra olunmalıdır bu koklear implant əməliyyatı?
Yəni ədəbiyyatımızda ən tez 9 ayında göstərilir ki, icra oluna bilər, amma bizim özümüzdə Azərbaycanda ən tez icra elədiyimiz əməliyyat 1 yaşlı uşaq olub, yəni 1 yaşdan tez etməmişik və 1 yaşında normal şəkildə əgər müayinələrdən keçərək uşaq vaxtında diaqnostik olunur və koklear implant əməliyyatı icra edilirsə, rahat şəkildə danışır, nitq inkişafı formalaşır və öz yaşlılarına heç də geri qalmadan rahat şəkildə onlar məktəbə gedə bilirlər. Yəni maksimum dərəcə tez və 4 yaşı keçməmə şərti ilə. Yəni 4 yaşdan sonra olunan əməliyyatlarda biz nəticəni yaxşı əldə edə bilmirik, əgər anadan gəlmə eşitmə itkisi varsa. Çünki onlarda deməli nitq inkişafı olmadığı üçün nitq mərkəzi artıq fəaliyyəti ləngimiş olur. Ona görə də implant əməliyyatı olunsa belə onlarda səs qəbul olur, amma ayırd etmə yetərli qədər yaxşı olmur. Bəs böyük yaşlı uşaqlarda istəyirəm, böyük yaşlı uşaq olsun, böyük olsun, yəni yetkinlik yaşında koklear implant əməliyyatı nə vaxt göstərir, sayılır, onun haqqında da məlumat verim. Məsələn, əgər tam normal eşitməklə doğulub, nitq inkişafı olan hər hansı bir şəxs müəyyən bir yaşda ya avtotravmadan və yaxud hansısa dərman təyindən sonra eşitmə itkisi yaşayarsa, tamkarlıq yaranarsa və o yaşda onu, yəni koklear implant əməliyyatı icra etmək mümkündür. Yəni postlingual dövrdə yaranan eşitmə azlığı, çünki onlarda artıq nitq inkişafı var. Bu nitqini saxlasın deyə implant əməliyyatı olması mütləq hesab olunur. Doktor, bu implant bir dəfə qoyulur ömür boyu mu, yoxsa müəyyən müddətdən sonra dəyişdirilir? Əslində onun koklear implant haqqında məlumat verəndə qeyd edim ki, onun 2 hissəsi var, daxili hissəsi, xarici hissəsi. Daxili hissə əməliyyat vasitəsilə içəri daxili qulağa yerləşdirilir. Daxili hissəyə firmalar tərəfindən, fərqli firmaların istehsalı var da, koklear implantda 10 illik zəmanət verilir. Xarici hissədə bilirsiniz ki, yəni uşaqlar çox hərəkətli olurlar, tez-tez qırıla bilirlər, naqillər falan, o əməliyyatdan 2 həftə sonra taxılır. Maqnit kimi elə ki, saçının içinə və qulağın arxasına yerləşdirilir və onlar səsi qəbul edən hissədir. Orada yaranan nasazlıqları aradan qalmaq daha asandır, amma daxili hissəyə 10 il zəmanət verilir. Yəni 10 il tamamında əgər hər hansı bir problem yaşanarsa, daxili hissə əməliyyat vasitəsilə dəyişdirilə bilər. Ümumiyyətlə, əgər iki tərəfli eşitmə azlığı varsa, yəni bizim ölkəmizdə bu maliyyə məsələsi çox yüksək maliyyətli olduğu üçün bu əməliyyat, yəni tək tərəfli qoyulur implantlar və bu tək tərəfli implantın qoyulmağı, yəni onun uşağın nitq inkişafına yetəri qədər kömək olur və heç bir problemsiz onlarda nitq inkişafını yaratmış olur. Ancaq o şərtlə ki, mütləq implant qoyulduqdan sonra uşaqlar loqopedlə məşğul olmalıdırlar. Daimi şəkildə ki, onların yəni nitqi normal inkişaf eləsin və məktəbə gedəndə artıq məktəbə hazır olsunlar. Doktor, bu audiometriya zamanı ümumiyyətlə müəyyənləşdirmək olur da, problem bir qulaqdadır, yoxsa iki qulaq? Bəli, mütləq şəkildə. Bəzən sizə deyim ki, məndə olub, məsələn, check-up müayinələri vaxtı müayinəyə gələn pasiyent müayinə vaxtı aşkardır ki, bir qulaq heç eşitmirmiş. Mən ondan soruşmuşam, məsələn ki, siz necə indiyə kimi problem yaşamamısınız, yəni bu ünsiyyət vaxtı. Deyir ki, mən elə bir, məsələn, qulaqlıqla musiqi deyəndə elə bilib ki, qulaqlıqdadır problem, ona görə digər tərəfdən yaxşı səs gəlmir. Və yaxud da deyir ki, həmin tərəfi heç mənə işlək deyildi, sağ tərəfim daha rahat işlədirdim deyə heç vaxt, yəni o zərurət yaranmayıb ki, digər tərəfdən də mən istifadə edeyim. Ancaq təsadüfi müayinə, biz check-up müayinədə görürük ki, bir tərəf tam eşitmə etkisi var. Yeganə problem onlarda nə olur? Bilirik ki, indi Allah Taala bizə elə yaradıb ki, 2 qulağımız var, 2 eşitmə mərkəzimiz var və səsin toplanması və 2 mərkəzdən gələn informasiyanın toplanması beyində baş verir. Əgər bir tərəfli tam eşitmə itkisi olarsa, səsin yön təyinində problem yaranır. Yəni o şəxslər müəyyənləşdirə bilmirlər ki, səs hardan gəlir, hansı məsafədən gəlir, sağdan ya soldan. Ona görə də yəni səsi axtarılır və səsin lateralizasiyasında belə pozulmalar yarana bilir. Ümumiyyətlə, doktor, eşitmə cihazı istifadəsi, yəni belə bir deyim var ki, getdikcə eşitməni daha da zəiflədir. Yəni bu belədirmi, yoxsa deyildir? Yox, o sadəcə bir mifdir. Yəni insanlar onu belə qəbul edirlər ki, eşitmə cihazı istifadə etmək lazım deyil, öyrəşmə yaradar, getdikcə eşitməmizi azaldar. İnanın ki, mənim belə takibimdə olan pasiyentlər var ki, hansı ki, mən ona 6 yaşında məsələn diaqnoz qoymuşdum, orta ağır dərəcə eşitmə azlığı, ilk tərəfli eşitmə cihazı təyin eləmişdik. İndi üstündən 10 il keçib, o artıq 16 yaşlı, 15 yaşlı uşaqdır. Biz yenə də eyni dərəcədə qalıb eşitmə azlığı, yəni heç bir zəifləmə də olmayıb. Sadəcə eşitmə cihazının istifadəsi vaxtı ona biraz adaptasiya
artıq olur deyə onlar cihazla eşitməni daha rahat sağlayırlar və ona görə də cihazı çıxardanda sanki eşitmələri zəifləmiş kimi qəbul edirlər. Elə bilirlər ki, bu proses eşitmə cihazına bağlıdır, amma əslində elə deyil. Eşitmə cihazı səsi gücləndirərək daxili qulağa ötürür və onların rahat eşitməsini təmin etdiyi üçün cihazlı istifadə daha rahat olur onlara. Doktor, ümumiyyətlə yüksək səsli musiqi dinləmək, xüsusilə bu indi qulaqçıqlar vasitəsilə bunun özü də bir mənfi təsiri Bəli, əlbəttə ki, yəni mütləqdir ki, o bir qızıl qayda var ki, yəni qulaqlıqdan istifadə edərkən səs orada səsin şiddəti 60 desibel üzərində olmamalıdır. Davamlı uzun müddətli 60 dəqiqəni keçməməlidir. Yəni düzdür, buna çox riayət eləmirlər, amma o yüksək səsə məruziyyət, buna akustik travma deyirlər, uzun müddətli olaraq səslərə məruziyyət zamanı daxili qulaqda yerləşən xarici tük hüceyrələri zədələnir və gələcəkdə biz məsələn onlara audiometri eləndə başlayır artıq 2-4 kHz aralığında yetəri qədər ciddi enişlər görürük və proses davam eləyərsə və səsə məruziyyət davam eləyərsə, belə olan şəxslərdə biz gələcəkdə sezonal tip eşitmə azlığının yarandığını görə bilirik. Bəzən biz check-up müayinələrdə belə hallara rastlaşırıq və məsələn sual-cavab vaxtı bəlli olur ki, məsələn elə iş sahələri var ki, bilirsiniz də orada çalışan şəxslər səs-küylü yerlərdə çalışırlar və onlara mütləq qoruyucular istifadəsi tövsiyə olunur, yəni protokol üzrə belədir. Ancaq səhlənkarlıqdan çox vaxt taxmırlar qoruyucuları və belə olan halda da yüksək səsə məruziyyət onlarda yetəri qədər ciddi eşitmə azlıqlarına gətirib çıxara bilər. Onda belə çıxır, doktor, bizim toylar kifayət qədər sizin üçün pasiyent hazırlayır. Çünki həqiqətən kifayət qədər yüksək səs. Və o hələ özünüz bilirsiniz də o musiqi zallarındakı akustika düzgün təşkil olunmayıb, onlarda ciddi problemlər olur və hətta həqiqətən də bir neçə dəfə olub bizdə pasiyent ki, məsələn, yeri elə düşüb ki, o səs gücləndiricilərin düz yanında əyləşib və səhəri gün qulaqda şiddətli küy ilə gəlib bizə və o küy əgər uzun müddətli olub qalarsa, gələcəkdə eşitmazlığı səbəbinə gətirib çıxara bilir. Ona görə də yəni məsələn müğənnilər arasında da bizim pasiyentlər olur. Məsələn məcburdlar da toylara gedirlər, toy aparıcılarla mikrofondan istifadə ilə yüksək səsə məruziyyət var və onlarda biz məsələn qorumağı tövsiyə eləyirik. Ancaq onlar səsin notunu düzgün tutmaq üçün qoruyucu da taxa bilmirlər, amma növbəli şəkildə deyirik ki, məsələn sağ qulağınıza bir taxın, bir saat sonra dəyişdirin, digər qulağınıza taxın ki, ən azından yəni uzun müddətli məruziyyət olmasın. Yəni bu ciddi bir problemdir əslində. Doktor, biz eşitmənin zəifliyindən və eşitmək tamamilə məhlum olunmasından danışırıq. Bəs bu testlər aparan zaman elə insanlar rastınıza çıxıb ki, həddindən artıq həssasdır səsə. Hər şeyi yüksəkdən eşidir. Əla eşitməni deyirsinizsə, bəli, belə pasiyentlərimiz də olur ki, bunun özü yəqin ki, narahatçılıq verir. Narahatçılıq yox, deməzdim narahatçılıq verir, amma indi ola bilər ki, o sinir sistemi həssasiyyəti ilə bağlı bir prosesdir, amma yəni normal eşitmə olmağı çox sevindirici bir haldır, ən azı bizim üçün. Çünki bu aralar tam normal eşitməsi olan çox az şəxslər müraciət edirlər və biz görəndə ki, onlar da böyük olsun, kiçik olsun, eşitmə normaldır, çox sevinirik. Bu aralar çox yayılıb bizdə spektr pozğunluqlu uşaqlar gəlirlər tez-tez müayinələrə. O uşaqlarda o qədər ciddi bir problem var ki, onlar özünü tam kəl uşaq kimi aparırlar. Ona görə də logopedlər, psixoloqlar yönləndirirlər ilk növbədə obyektiv olan testlərə. Vera testinə biz icra edirik və o test nəticəsində biz tam əminliklə görürük ki, uşaqlarda hər iki qulaqda tam 100% eşitmə var. Sadəcə onlarda olan o problemlər, o spektr pozğunluğu nəticəsində tam eşitməmiş kimi özlərini aparırlar və bu mütəxəssislərə də çox böyük bir kömək olur ki, onlar əmin olurlar ki, artıq eşitmələri var. Ona görə öz proqramları ona uyğun şəkildə qururlar ki, rahat şəkildə onlarla məşğul ola bilsinlər. Yəni elə adamlara bizə qulağı darı dəlir. Belə bir ifadə də yəqin ki, orada Bəli, bəli, hə, o qədər yəni yaxşı olur eşitmələr. Sadəcə dediyim kimi, bəzən olur ki, məsələn, həmin uşaqlar çox yüksək səsə baxmırlar. Hərdən ən kiçik özlərinə xoş gələn bir səs ola bilər. Multifilm səsidir, reklam səsidir. Məsələn, valideyn deyir ki, çağırıram adını baxmır. Heç bir nitqi yoxdur, yəni heç bir söz ifadə eləmir. Amma sevdiyi bir multifilm var, onu televiziyada səsini eşidən kimi digər otaqdan gəlir. Yəni bu artıq bizə bir siqnal olur ki, deməli uşaqda ola bilsin ki, eşitmə normaldır və həqiqətən də o uşaqlar müayinə edəndə biz əmin ola bilirik ki, bu uşaqlarda normal eşitmə var, sadəcə problem başqa yönümlüdür, yəni spektr pozğunluğu var və yaxud da ağır autizmdir, çox günümüzün ciddi bəlasına çevrilib artıq. Yəni uşaqlarla çox işlədiyimiz üçün deyiləm, amma heç bir inkişafları olmur ağır hallarda.
Sağlamlığın üçün elindən gələni et. 012 510 32 28 nömrəsi və sualını həkimə ver. Dedim ki, qonağım audiolog doktor İlahə Aslanovadır. Doktorumuz Harmony Health Hospital'da fəaliyyət göstərir. Telefon nömrələrini xatırladım. 010 464 55 55 012 464 55 55 Salatın Əsgərova 147 ünvanında yerləşir. Doktorla eşitmə problemləri, səsin ölçülməsi və bu istiqamətdə ən son yeniliklərdən və müalicə prosedurlarından danışırıq. Doktor, bizdə bir şey də dəbdir. Qulağın təmizlənməsi, müxtəlif çöplərdən istifadə edilir filan. Sanki və yaxud Türkiyə çarə ilə müalicə. Yəni bu dənələrimizin, analarımızın sevir. Mən hər verilişdə buna toxunuram. Axırda məni Türkiyə çarə düşməni elan edəcəklər. Məsəl üçün, mənim yadımdadır. İndinin özündə də danışırlar ki, mənim qulağımda problem olub, ağrı heç nə, yəni əslində normal həkimə aparmayıblar. Soğan, qırmızı soğan damcılar və bunların sonra eşitmə prosesinə təsir edici olur. Baxın, həqiqətən də bizim cəmiyyətin ciddi bir problemidir bu eşitməklə bağlı olan problemlərdə və ya qulaq ağrısı olarkən, yəni mütəxəssisə yox da el arasında, öz aralarında yəni müraciətlər olur. Məsələn, siz deyirsiniz ki, məsələn, qulağa tutaq ki, hər hansı bir mayələrin tökülməsi, o qulaq pərdəsini zədələyərsə gələcəkdə ciddi şəkildə eşitmə azlığına gətirib çıxara bilər. Çox şükürlər olsun, yəqin sizdə belə bir proses baş verməyibdir. Qulaq çöplərinin istifadəsindən danışarkən, əslində qulaq çöpləri xarici qulağı, qulaq qıvrımlarını təmizləmək üçün istifadə olunmalıdır. Yəni, xarici qulaq keçəcəyinə daxil edilməməlidir. Çünki əksər hallarda, bilmirəm, istifadə vaxtı satışda görmüsünüz, bəlkə də bariyerli qulaq çöpləri var. Ucu çox nazik, arxası biraz enli kimi. O, çox dərinə getməyin qarşısını almaq məqsədindədir. Yəni, uşaqlarda belə valideynlər soruşanda ki, məsələn, ön hissəni təmizliyi üçün mən ancaq onları tövsiyə edirəm ki, çox dərinə daxil eləməsinə. Çünki bir sıra hallarda biz görmüşük ki, dərinə salıblar, qulaq pərdəsini zədələyiblər. Bu da uşaqlarda indi ciddi ağrıya səbəb olur, bəzən qan gələ bilir belə hallarda. Ümumiyyətlə götürdükdə isə qulaq öz-özünü təmizləyən orqandır. İstəyirəm bu haqda məlumat verim. Biz el arasında qulaq kiri deyirik, amma onun elmi adı serumendir. Serumen orada deməli qulaqda, xarici qulaq keçəcəyində yerləşən tər və piy vəzlər ifrazatının, yəni tozla qarışaraq bir tıxac kimi yaradır və orada tük hüceyrələri var ki, onlar hərəkət edərək onlar həmin o tıxacı çölə atırlar adətən, qulaq öz-özünü təmizləyir. Çox nadir hallarda ola bilər ki, serumen çox qatı olsun və xəstəyə narahatçılıq verir. Belə olanda ancaq bunu mütəxəssis baxaraq otoskopik müayinədə kamera ilə görürsə ki, orada ciddi bir tıxac var və bu tıxac xaric olunmalıdır. Bu da köhnə olar metodlardan istifadə edərək yox. Məsələn, köhnədə eləyək ki, qulağı yuyurdular, təzyiqli su ilə, janiş brisləri ilə belə təzyiqli su ilə vururdular və bu da heç doğru hesab olunmur. İndi ancaq onu, yəni kameranın köməyi ilə rahat şəkildə, yəni atsosla ya təmizlənir və yaxud da ki, oradan xaric edirlər rahat bir şəkildə. Bunu amma mütəxəssis icra eləməlidir mütləq şəkildə. Həmin o qulaq çöpləri ilə qulaq pərdəsini yırtmaq riski var. O bariyerli olmayanlarına qulaq pərdəsi yəni rastımıza da çıxıb. Məsələn, uşaqdır, qulağını təmizləmək üçün götürüb əlinə çox dərinə itələyib və həmin vaxtı qulaq pərdəsini zədələnmiş olub, qanda gəlib, ciddi ağrısı olub və müayinə vaxtı orada perforasiya, yəni dəlinmə görülür. Düzdür, uşaqlarda çox şükürlər olsun, müalicə nəticəsində perforasiya yüngüldürsə, çox kiçik dəliksə, o rahat şəkildə birləşir. Yox, əgər böyük bir perforasiya varsa, gələcəkdə ciddi şəkildə konduktiv tipi eşitmə azlığına gətirib çıxara bilir. Olur elə hallar ki, məsələn, zədəli qalır, heç başa da düşmürlər və orada da qulaq pərdəsinin öz funksiyası var. Allah elə yaradıb ki, orta qulağı, daxili qulağı xarici təsirlərdən qorumaq üçündür. Yəni infeksiyalardan qorumaq üçündür, mikroblardan qorumaq üçündür. Əgər pərdə zədələnərsə, infeksiya orta qulağa, oradan da daxili qulağa keçərək, məsələn, qulaqdan daimi şəkildə axıntılar olur və gələcəkdə bu eşitmə silində zədələyərək və yaxud da daxili qulaqda yerləşən xarici tük hüceyrələrini zədələyərək qalıcı olaraq eşitmə problemlərini yarada bilər. Ona görə hətta yüngül perforasiya olsa belə, əgər müalicə yatımlı deyilsə, əməliyyat təklif olunur. Məsələn, cərrahlar ora süni qulaq pərdəsi qoyurlar. Əgər əməliyyata razı deyirlərsə, biz mütləq şəkildə onlara izah edirik ki, bu qulağı, daxili qulağı qorumaq məqsədi ilə mütləq şəkildə yağlanmış, fazelənmiş pambıq qoysunlar ki, çimən vaxtı, yəni orta qulağa, daxili qulağa su düşməmiş olsun. Doktor, bir də bizdə təbii ki, bu duzlu su
dəniz mövsümündə, yəni mənim başıma gəlmişdi. Ora göbələk və eşitmənin itməsi, kəskin ağrı filan. Ümumiyyətlə bizdə yəni həkimə son anda müraciət edirik. Bu bizim bir xalq olaraq problemimizdir. Bax, eşitmə zəifliyibsə, bu tamamilə yəni məhvə doğru gedə bilərmi mütəxəssisə müraciət olunmasa? Bəli, belə ola bilər əslində. Düzgün əgər yanaşma yoxdursa, əgər eşitmədə az belə, cüzi belə olsa problem varsa, birinci növbədə lor həkimi müayinə eləməlidir. Lor həkimi müayinə edib, iltihab prosesinin olub-olmadığına, qulaq pərdəsinin tam olub-olmadığına əmin olur və görür ki, hər şey qaydasındadır. Ondan sonra artıq bizə yönləndirir ki, biz eşitmə testi icra eləyək. Biz də yaşa uyğun şəkildə eşitmə testini seçirik. Əgər qeyd elədiyim kimi 5 yaşın üstündə olan uşaq və ya böyükdürsə, mütləq saf səs audiometriyası eləyərək biz onu tam dəqiqləşdirə bilirik və yanaşı olaraq da timfanometriya müayinəsindən istifadə edərək orta qulaqda iltihab prosesinin olub-olmadığı, mənfi təzyiq yaranmadığını müəyyənləşdirə bilirik. Çox sağ olun doktor. Ətraflı cavaba görə qeyd edim ki, qonağım İlahi Aslanova, audiolog doktor Harmony Health Hospitalda fəaliyyət göstərir. Yeri gəlmişkən Harmony Health Hospitala yanında göstərdiyi dəstəyə görə təşəkkürümüzü bildiririk. Harmony Health Hospital tibbin yüksək keyfiyyət və etibarlıq standartlarını tətbiq etmə məqsədi ilə fəaliyyət göstərir. Hospital müasir infrastrukturu və beynəlxalq səviyyədə tanınan texnologiyaları ilə hər bir pasientə xüsusi diqqət ayırır. Bura peşəkar həkimləri ilə diaqnostikadan müalicəyə, reabilitasiyadan profilaktik tədbirlərə qədər hər mərhələdə yüksək xidmət göstərməyə hazır müasir səhiyyə ocağıdır. Klinikada hər yaş qrupundan olan pasientlər üçün fərdi yanaşma təmin edilir, onların sağlamlığına uzun müddətli dəstək göstərilir, xidmətin keyfiyyətini daim inkişaf etdirmək və daha geniş spektrli xidmətlər təklif etmək əsas məqsəddir. Sağlamlıqda etibarlı tərəfdaş olmaq üçün siz də Harmony Health Hospitala dəvətlisiniz. Hospital Salatın Əskərova 147 ünvanında yerləşir. 010 464 55 55, 012 464 55 55 telefon nömrəsidir. Buyurub müraciət edib peşəkar həkimlərin müayinə və müalicəsindən keçə bilərsiniz. 104 FM-də Sevilen Radyo'da qısa reklam aramız var. Daha sonra davam edəcəyik. Mobil mağazalarından muhteşem indirim. Neon su kızdırıcı 24 kW kanlı indi 187 watt İstəsəz değil. bu yaşlarda olan eşitmə azlıqlarına siz yönləndirin, oradan danışın da yaşlı şəxslərdə ki, o necə olur, onlar eləməlidir. Bəzən yüksək səslə televizora qulaq asırlar və onları falan istəyirsə soruşun ondan Ha, danışın. o için Sizler söyle. geldi ve kart məlumatlarını 46. sildiler. Dayanın, kart məlumatlarını başkalarıyla paylaşmak olmaz. Hesap ve kartınızın təhlükəsizliği üçün daim tədbirli olun. Ətraflı 7-8 dəqiqə vaxtımız qalır. Hə, ona tez danışaram. Danışacaq şey o qədər çoxdur, adam nə qədər yığır. Gələrsiniz doktor. İnşallah. Yəni siz həqiqətən möhtəşəm. Sağ olun, sağ olun. Bir gün yok, her zaman süper kıymetler. Tam Store Marketler şebekesinde 12-25 noyabr tarihlerinde 1 litre salataya sonuçta garıdalı yağı 4 manat 74 qəpik, 850 milli Moskovski Provansal mayonez çeşitleri 5 manat 44 qəpik, 640 gram bizim tarlası olmuş magdor 2 manat 28 qəpik olacak. Tam Store, tam istediğiniz gibi. Akşehir'de Premium Yaşayış Kompleksi Raffle Edition 30% ilkin ödəniş 36 aylık daxili kreditlə mənzilləri əldə etməyə tələsin. Ətraflı 3W.Raffle.az və 050 288 4919. Hele benzedi Fatbo'ya, sevimli milli Fatbo'ya. Bir nömreyi seçimdir, Fat'tan başkası var güya. Faydasını alanlar biler, hayatımız onunla eğlenir. Menzil boya, Fatbo'ya, asat boya, Fatbo'ya, yol boya, Fatbo'ya, Azerbaycan'ı boya, menzil boya, Fatbo'ya, asat boya, Fatbo'ya, yol boya, Fatbo'ya, Azerbaycan'ı boya. Space Radyo'da reklamları dinlediniz. Şok şok şok. 25 kilogramlık Fabkin keramika yapıştırıcısı. 7 manata değil 4 manat 90 qəpik. Her ikisi de ustama hediye kuponu var. Fab faydasını alanlar bilir. Məhsulu bütün inşaat mağazalarından alabilirsiniz. Sağlamlığın üçün elinden geleni
012 510 32 78 nömrəsini yığ və sualını həkimə ver. Bir daha akşamınız xeyir olsun. Biz eşitmə qüsurunun aradan qaldırılmasından, müasir yanaşmalardan danışırıq. Audiolog qonağımızla birlikte. Qonağımız doktor İlahi Aslanovadır, Harmony Health Hospital'ın həkimi. Doktor, bir məsələyə də toxunaq. Xüsusilə bu yaşlı insanlarda eşitmə Bəli. dilinin aşağı düşməsi belə Bəli. deyək. Onlarda müşahidə olunur. Telefonla yüksəkdən danışmaq, televizyona baxarkən səsi həddindən artıq vermək, bəzən yəni hamımız müşahidə edirik. Bəli, hamımızın əhatəsində yaşlar və bu tez-tez rast gəldiyimiz bir hallardır. Yaşa bağlı olaraq eşitmə azlığına presbiakuzi deyirlər. Yəni yaşla bağlı olaraq daxili qulaqda yerləşən xarici tük hüceyrələri zamanla tam zədələnmiş olur və onlarda sensorvativ eşitmə azlıqları yaranır. Daha çox da 3-4 kilohertzlərdə ciddi enişlər görürük və belə şəxslərdə daha çox ayırd etmə pozulur. Yəni səs gəlir, 3-4 adam danışır, ancaq onlar ayırd edə bilmirlər ki, nə deyilir. Təkrar soruşurlar və yaxud da danışarkən ağza baxırlar. Biz düzdür, onlara əziyyət olsa belə mütləq deyirik ki, saf səs audiometriya müayinəsinə gətirsinlər. Məsələn, əhatəsində olan övladlarına məsləhət veririk hər zaman. Çünki onlarda biz diaqnostika eləyəriksə, bilsək ki, məsələn, heç bir iltihab prosesi yoxdur, ancaq presbiakuzidir, yəni eşitmə sinində zədə ilə bağlı yaranan eşitmə azlığıdır. Sadəcə və sadəcə tək yol eşitmə cihazının istifadəsidir. Eşitmə cihazını da mütləq şəkildə hər yerdən yox, düzgün təyin olunmuş yerlərdən almaq lazımdır. Çünki əgər eşitmə testi icra etmədən birbaşa gedib aptekdən kimsə bir səs gücləndirici alıb qulağına taxsa, ona fayda verməyəcək və elə adamlar deyirlər ki, aldım, taxdım, amma mənə kömək eləmədi, başıma səs düşdü, qulağıma səs düşdü. Belə hallar düzgün təyin olmayan cihazlar vaxtı olur. Amma biz məsələn düzgün diaqnostika eləyib, tipini və dərəcəsini təyin edib, onun əlinə audioqramı veririk və sonra düzgün satışı olan yerlərə yönləndirərkən təyin olunmuş cihazlar hər zaman onlara kömək olur və istər ünsiyyət vaxtı, istər televiziyaya baxarkən, istər radio dinləyərkən rahat şəkildə yəni istifadə edə bilirlər və heç bir qulağına da səs düşmür, başına da səs düşmür və istifadəsi də çox rahat olur. Yəni təbii ki, düzgün təyin olunmuş eşitmə cihazından söhbət gedir. Bu da fərqli markalardan, fərqli istehsalçı ölkələrdən var. Bunun seçimi amma individual olmalıdır, dediyim kimi, və yaxud da ailədən birinə cihaz alıb digər nümayəndəsi də o cihazdan istifadə etməyə doğru sayılmır. Belə şeylə rastlaşmışam. Amma mən belə bir şeylə həqiqətən rastlaşmışam. Çünki yəni bu həqiqət yeni il ərəfəsi idi. Yanıma pasiyent gəldi, maraqlı olsun deyə danışacağam. Ana və 2 oğluydu və 3-ü də eşitmə qüsurluydu. Düzü yenə də deyirəm, biraz gülməli bizə göründü, amma həqiqətən ürək ağrıdıcı idi. Biraz maddiyyatdan dolayı əlavə cihaz ala bilmirdilər. Onlar məsələn, mən onların ünsiyyət qurmaq o qədər çətin. Məsələn, oğul taxırdı cihazı, mən ona sualımı deyirdim, o təzədən anasına verirdi, bəkdən deyirdi anası, başa düşsün, testi izah eləməyə çalışırdım ki, mən testi icra edeyim və eşitmə azlığının dərəcəsini və tipini təyin eləyə bilim. Belə hallarla da rastlaşırım və yaxud da ki, 50'lik almaq üçün yalandan başqasının cihazını taxıb gələnlər də olub ki, mən eşitmirəm, iddia eləyib, onları biz obyektiv test vaxtı aşkarlamışıq ki, tam normal eşitməsi var və onlara 50'lik düşmür eşitmə üzrə. Amma sizə deyim ki, obyektiv testlər olana qədər bu subyektiv təkcə audiometriyada çox yalancı simulyasiya halları olub və çox adamlar aşkara çıxdı ki, eşitmə üzrə 50'liyi alıblar, amma əslində eşitmələri normaldır. Doktor, biz audiometriyadan danışdıq veriliş boyu. Audiometriya prosesi nə qədər çəkir və bizi maraqlandıran əsas məsələ. Bu ağırlıdırmı, iğnə vurulurmu və ya bu testi izah edir? Saf səs audiometriyası çox rahat bir prosesdir. Qulaqlıq taxılır, rahat bir şəraitdə, səssiz otaqda əyləşdirilir pasiyent, heç bir ağrı törətmir. Müayinə də o eşitmə azlığına asılıdır ki, normal eşitmədirsə 5-10 dəqiqə çəkir. Əgər eşitmə azlığı varsa onun hava yolu, sümük yolu, ona maskalı baxılacaq, baxılmayacaq. Yəni 20-30 dəqiqə deyim ki, bəzi hallarda yəni 20-30 dəqiqə qədər uzana bilir. Ancaq əsas odur ki, bunun sonunda tam dəqiq biz diaqnozu qoya bilirik və həm tipi təyin edə bilirik eşitmə azlığı, həm dərəcəsini təyin edə bilirik. Sadəcə Bera testində əgər Bera testi vaxtı sedasiya lazım gələrsə, bu vaxtda vena daxilə müdaxilə olunur, ancaq anesteziyoloqun iştirakı ilə baş verir. Yəni bu da intubasyon narkoz deyil, rahat bir iynədə vurulur vena daxilinə və sadəcə sakit yuxunu təmin etmək məqsədi ilə müayinə bitən kimi də pasiyent ayılır və həmən də diaqnoz artıq bəlli olmuş olur, yəni qorxulu bir şey olmur. Dinləyicimiz soruşur ki, Harmony Hospitalda bütün audioloji müayinələr mövcuddur mu?
Bəli, bütün növ audioloji müayinələr mövcuddur. Yeni doğulma dönəminə hər yaş qrupuna aid olan, şəxslərə aid olan müayinə var və bu müayinəni də biz pasiyentə uyğun olaraq individual şəkildə seçirik ki, ona hansı test uyğun olar. Çox sağ olun doktor. Siz sağ olun. Minnətdaram sizə gəldiniz. Həqiqətən çox məmnun oldum. Möhtəşəm bir cavablarınız oldu və kim eşitməklə bağlı problemi varsa, dərəcəsini müəyyənləşdirmək istəyirsə, müalicə yolunu seçmək istəyirsə, buyurub Harmony Health Hospitalda İlahi Aslanovaya, audioloq doktorumuza müraciət edə bilər. 010 464 55 55 012 464 55 55 telefon nömrələridir. Salatın Əskərova 147 ünvanında yerləşir. Biz isə sabah yenə eyni saatda davam edəcəyik. Daha bir mütəxəssisimizlə birlikdə çalışacağıq ki, sizin səhhətinizdə yaranmış problemləri həll edək və tıxacda olduğunuz müddətdə sizin diaqnozunuzu tapaq. Unutmayın ki, doğru diaqnoz doğru həkimi tapmaqdan keçir. Sabah eyni vaxtda eşidilərik. Sevilən musiqilər. Çox sağ olun dəvətiniz üçün. Sizə də uğurlar arzulayıram. Gəldiniz. Təşəkkürlər. Çıxa bilərəm Üzan? Aha. Bacaram. Bacaram. Sağ olun, olmuş. Pardon, bizim məsləhətlər. Gördün sərbəst. Yəni, əsas pisənlərdə hələ 3 saniyə, 5 saniyə geç keçirdiniz. Sükut olsun. Cemsə verib reklamı kəsəsən. Abi, Getsin abi. mənə açarsan. Sağ olun. Gözü taparım. Komandirdən icazə al. Pərviz Asanovun yoldaşı. Bizim Pərviz doktoru.